Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah'ın bütün nimetlerine şükürler olsun. Allah Teala bize böyle nimetler verib. Ve Allah Teala bizi Muhammed sallallahu aleyhi ve sellemin ümmetinden eləyib. Ve bu ümmet hayırlı bir ümmettir. Ve həmçini Allah Teala bize əmin-amanlıq verib, sakitçilik, salamatçılıq verib. Bugün 9-cu orucumuzdur. Allah'ın izinə yerinə yetirdiyi bizə sağlamlıq verib. Allah ölkəmizə əmin-aman içərisində edəsin. Və ölkə başçımızı qorusun. Və sonra sevgili qardaşlar, bugünkü mövzumuz Muhammed sallallahu aleyhi ve sellemin ümməti haqqında. Və bu bir xeyirli bir ümmətdir. Və bu ümmətin, sən bu ümmətdənsənsə, yəni bununla fəxr etməlisən. Və bu şərəflə şərəflənməlisən. Bilirsiniz ki, Allah Teala yeryüzünə Adəm əleyhissalamı göndərəndə müəyyən bir vaxtı imtihan üçün göndərib, onun zürriyyəti, nəslin artıb və müəyyən bir vaxta ki, bu dünyada yaşamaq lazımdır. Və ondan sonra əlbəttə ki, yeni bir həyat, əbədi bir həyat var. Və bu dünyada Allah Teala bizə peyğəmbərlər göndərib insanlara və bu peyğəmbərlər öz ümmətləri üçün idi. Öz qabilələri üçündür. Amma Resulullah sallallahu aleyhi ve sellem, Muhammed sallallahu aleyhi ve sellem bütün bəşəriyyətə gəldi. Və onun gətirdiyi din, Allah tərəfindən göndərildiyi din bütün bəşəriyyət içindir. İnsanlar və cinlər içindir. Və cinləri biz görmürük. Onlar Allah Teala'nın yaratdığı bir məxluqatdır. Və onlardan da iman gətirən və küfr eləyənlər var. Günah eləyənlər var. Və bu ümmətin xüsusiyyətləri var. Yəni seçilmiş bir ümmətdir. Və heç bir başqa ümmətlərdə olmayan fəzilətlər var. Və sən bunları bilməlisən. Sən bilməlisən hansı ümmətdənsən. Ən birincisi, Resulullah sallallahu aleyhi ve sellem bayaq dedi ki, bütün bəşəriyyətə gəlib. İrqindən asılı olmayaraq, rengindən asılı olmayaraq, yaşadığı yerdən asılı olmayaraq, bütün insanlara göndərilib Allah tərəfindən. Və ona görə də insanlar, ümmət iki qismə bölünür. Biri ümmətul da'va və ümmətul icabə. Bunlar nədir? Ümmətul da'va bütün hamıya aiddir. Yəni Allah Teala bizim Rabbimizdir. Bütün bəni Adəmin, hər bir insan, harada istəyir yaşasın, şəhərdə, dağda, meşədə, qara, ağ, qırmızı, hamısı nədir? Allah Teala'nın yarattığı qullarıdır. Və Allah Teala'nın hökmü hamısına şamil edir. Bu xüsusən də din nədir? Bütün bəşəriyyətə gəlir. Ümmətud da'va odur ki, Resulullah sallallahu aleyhi ve sellem hər bir insana gəlib. Deməli, bunlar hansılardır? Umumən hamısı. Bu ümmətud da'vanın içində nədir? Hamı da daxildir. Müsəlmanlar da, qeyri-müsəlmanlar da. Yəni, xüsusən də qeyri-müsəlmanlar, yəni günahkar da, kafir də, bunlar hamısı bura daxildir. Yəni, əgər insan iman gətirməsə, o demək deyil ki, o ona aid deyil, yox, o da ona aiddir. Yəni, ümmət-i dəvə o deməkdir ki, bu din ona aiddir. İman gətirməsə. Düzdür, burada, məsələn, bəzisi var ki, ona çatmayıb. Çünki Resulullah sallallahu aleyhi ve sellem deyir ki, nəfsim əlində and olsun, olana and olsun ki, yəni Allah'a and içir ki, məni ya bir Nəsrani və yaxud Yahudi eşidərsə və iman gətirməzsə cəhənnəmə daxil olar. Yəni nəyə görə? Çünki Allah Teala bütün hamısına xitab eləyib. Çünki hamımızın Rəbbidir və Peyğəmbər də hamısına göndərib. Və ikinci bir qism dəvatul icabə. Nədir? Ümmətul icabə. Ümmətul dava və ümmətul icabə. Və icabə yəni ki, o çağırışa Allahın göndərdiyinə iman gətiriblər. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem çağırışına icabət eləyiblər. Bunlar kimlərdir? Bunlar müsəlmanlardır, iman gətirənlərdir. Və deməli, əgər iman gətirmisənsə, bu ümmətdən nədir? Sən böyük bir nicat yoluna çıxmısan artıq. Və həm də sən bunu bilməlisən ki, Allah Teala səni seçdi. Və Allah Teala sənə hidayət verdi, doğru yola yönəltdi. Və ona görə də nədir? Ümmət əd-da'va deyəndə nədir? Belə bütün hamıya, yəni onlar bəzisi deyir ki, elə bilir ki, deyəndə ki, məsələn,
bunu eləməyənlər, məsələn, iman gətirməzsə, hər hansı bir yaxşı işi görərsə, cəhənnəm əhlidir. Çünki Allah ondan qəbul eləmir. Çünki Allahın istədiyi kimi iman gətirməlisən, ondan sonra qəbul edir. Yəni, bu şərtdir. Və deyir, niyə görə sən cənnətə gedəcəksən, mən cəhənnəmə gedəcəm. Deməli, biz də bu yolda olmamışdan qabaq hansı ümmətdən idi? Ümmət-i da'va. Aydındır. Və hava ki, Allah Teala qəlbimizi açdı və biz iman gətirdik, yaxşı əməllər gördük Allahın izni ilə. Oldu ümmə əl-icabə. Aydındır. Yəni ki, icabət eləyən. Yəni iman gətirən. Ona görə də bütün insanlar bunu bilməlidir. Yəni bəzi sələ bilir ki, bizim dediyimiz özümüzə görə deyirik, kimisə təhqir eləyirsən, deyəndə ki, kafirdir və yaxud da cəhənnəm əhlidir. Yəni sən də çəkinməlisən. Yəni Allahın xitabıdır. Burada fitrət əhli də var ki, onlara çatmayıbsa, onlar əlbəttə ki, onlar da imtahan olacaq. Onlar da imtahan olacaq və onlara da göndəriləcəkdir Peyğəmbər və onlara Allah tərəfindən elçi göndəriləcək. Onlar da sınağa çəkirlər. O necə olacaq? Allah bilir. Bu dünyada bu cürdür. Allah Teala Peyğəmbər göndərib, kitab göndərib, əmrlər göndərib. Kim iman gətirirsə nicat tapır, kim iman gətirmirsə nicat tapmır. Allah bizi qorusun. Və ona görə də bu nədir? Ümmət, yəni hansı ümmətdir? Deməli, ümmətul icabə. Və sevgili qardaşlar, ثم أورثنا الكتاب الذين اصطفينا من عبادنا فمنهم ظالم لنفسه ومنهم مقتصد ومنهم سابق بالخيرات بإذن الله ذلك هو الفضل الكبير جنات عدن يدخلونها. Allah Teala deyir ki, sonra biz o ümmətə, yəni hansı seçilmiş ümmətə nədir? Kitab verdik. Kitab verdik və onlardan bəziləri zalimun li nəfsi və minhum muqtasid və minhum sabiqun bil xayrat. Yəni bir qism zalimun li nəfsi, onlar o kəslərdir ki, yəni bəzi əməlləri eləyirlər, bəzilərini eləmirlər, yəni müsəlmanların içində zəiflər, günah eləyənlər, yəni ibadətlərə biganə yanaşanlar. Və bəziləri muqtasid odur ki, haramları tərk edirlər, fərzləri yerinə yetirirlər. Sabiqun bil xayrat, onlar kimlərdir? O kəslərdir ki, Allahın əmrlərini yerinə yetirirlər, vacibləri yerinə yetirirlər və əlavə namazlar, ibadətlər, xeyir işlər, nafilələr görürlər. Və ona görə də bu ümmət kim la ilahə illallah deyərsə, cənnətə girər. Və bunu bilirsiniz ki, kimin son sözü, bu hədisləri bilirsiniz və yəni kim la ilahə illallah deyərsə, havasıca ona fayda verir. Və ona görə də bu qism ümmətul əd-da'va, ümmətul əl-icabə. Və bu ümmətin xeyirli olması haqqında bəziləri var, xüsusi ki, sən onları bilməlisən və onda sən rahat olmalıdır, qəlbin rahat olacaqdır. Və birincisi, onların bəzilərini deyəcəm inşallah. Bu ümməti Muhammed sallallahu aleyhi və səlləm ümmətin kuntum xayrə ümmətin uxricət linnəsi təmuruna bil ma'ruf və tənhavna anil münkar və tu'minuna billahi və ləv əmənə əhlul kitabi ləkənə xayran ləhum. Siz deyir, insanlar içərisində xeyirli bir ümmət olaraq Allah Teala sizi seçdi, çıxartdı. Və siz nə edirsiniz? Yaxşı işləri əmr edirsiniz, pis işlərdən çəkindirirsiniz və Allaha iman gətirirsiniz və əhli kitab da bunu eləsələr çox yaxşı olardı. Burada əhli kitab hansı qism neydi? Nədir? Ümmə əd-da'va. Ümmə əd-da'va. Deməli, onlar da mükəlləfdir. Yəni, onlar da müxatabdır. Yəni, bu məsələdə onlar da cavab verməlidirlər. Çünki onlar Allahın qullarıdır. Yəni, onlar da iman gətirsəydilər, bu ümmətdən olsaydılar, onlar üçün xeyirlidir. Və deməsin ki, nəyə görə mən cənnətə gedim, Allah Teala niyə görə mən? Sən istəməlisən, çalışmalısan. Və sən də əgər bu ümmətdənsənsə, sevinməlisən ki, yəni sən Allah Teala seçib, gör bu ümmətə, sən bu ümmətdənsənsə, nə qədər sevinməlisən. Və nədir? Burada indi ayəti şərifdə, yəni insanlar içərisində xeyirli ümmət olaraq Allah Teala sizi seçdi, nəyə görə? Allaha iman gətirsiniz. Etiqad, fikir verin. Etiqad hələ belə şeydir, mən iman gətirmişəm. Bax, əgər o ümmətimi, bu dini düzgün başa düşsə, bu yoldan azanlar, təriqətlərə düşənlər, məzhəblərə düşənlər, başqa yollara düşənlər düşməzdilər. Yəni, iman gətirdik Allah, yəni etiqad elədik, doğru düzgün. Quran və sünnə üzərində, Allahın nazil etdiyi üzərində.
və pis işlərdən çəkindirib yaxşı işlərə əmr edirsiniz. Yəni birinci insan islah eləmək gördünüz ki, özün islah eləməlidir, sonra başqalarını islah eləməlidir. Mütləqdir. Özünü islah eləməlidir. Ən birinci özünün üzərində çalışmalısan. Və əlbəttə ki, bilirsiniz ki, qiyamət günü o kəs ki, bağırsaqları yerə sürünərək quyunu başında fırlanır. Nə cür ki, su çıxartanda uzun qulağı qoşurlar, belə fırlanır. Soruşurlar ki, sənə nə oldu? Sən niyə bura düşmüsən? Sən ki, bizə yaxşı şeyləri əmr eləyim. Deyir ki, sizə deyirdim, ancaq özüm eləmirdim. Ya, birinci insan özü etməlidir, özünü islah eləməlidir. Və ondan sonra başqalarına deməlidir. Deməli, sən bu ümmətdənsənsə, deməli, bunları etməlisən. Və sonra nədir? Deyir ki, bunlar əhli kitabdır. Əhli kitab da xristiyanlar və yahudilərdir. İman gətirsəydi daha xeyirli olardı onlar üçün. Və nicat tapardılar. Və ona görə də çalışmaq lazımdır ki, insan nə etməlidir? Çalışmalıdır ki, özünü islah eləsin və sonra başqalarının islah eləsin. Və Asr surəsini hamınız bilirsiniz. İllellezine amenu ve amilu vel asr innel insane lefi khusr illellezine amenu ve amilu salihat ve tevasav bil hakkı ve tevasav bis sabr. Və burada görürsünüz ki, 4 qism var burada. İkisi insanın özünə aiddir. İllellezine amenu ve amilu salihat. İman gətirər və yaxşı işlər görərlər. Mütləq şəkildə iman gətirmişsənsə təkcə dillə demək düz gəlmir. İman da bilirsiniz də, yəni dillə demək, qəlblə qəbul etmək, dillə demək və zahiri əməllərdə göstərməkdir. Yəni. Və sonra nə deyir? Və təvasav bil haqqı və təvasav bis sabr. Deməli, haqqı və səbri tövsiyə edir. Deməli, artıq başqalarına. Bəzən olur ki, birinci qismi buraxır, özü iman gətirmək, əməlləmək. Yəni, iman gətirmək odur ki, sən yəni, etiqadlı, məsələn, ibadətləri, zikirləri, bunları hamısını eləməlisən, düzəltməlisən. Və ondan sonra başqalarına deyirsən. Sonra nədir ki, başqalarına da yəni, səbri və haqqı tövsiyə edərlər. Və ona görə Allah Subhanahu taala bu insanlara yəni, həqiqətən də sevib və sən də bununla yəni, dua eləməlisən ki, necə sələflər qorxardılar ki, yoldan azarlar. وَلَكِنَّ حَبِّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الكفر والفسوق والعصيان أولئك هم الراشدون فضلا من الله ونعمة والله عليم حكيم. Allah Teala ne deyir? Sizə nedir? İmanı sevdirdi. Allah Teala imanı sevdirdi və sizin qəlbinizdə onu yəni, gözəlləşdirdi, sevdirdi sizə onu və sizə küfrü, günahları, asiliyi inşirah elətdirdi qəlbimizdə, yəni xoşlamırıq. İman əhli bunları xoşlamamalıdır. Sən bu işləri görürsənsə, deməli səndə naqislik var. Və Allah Teala'dan nədir bu? Bir nemətdir. Allah hər şeyi biləndir və həkimdir. Ona görə də sən deməli qəlbində iman bu ümmətdə sən bunları qəbul edə bilməzsən. Və bunlardan uzaq durmalısan. Və həmçinin Allah Subhanahu taala yəni bu ümmətin fəzilətlərindən odur ki, وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا. Və bu ayətə baxın, subhanallah. Allah subhanahu taala deyir ki, biz sizi orta ümmət etdik və insanlara da sizi şahid etdik. Yəni, hansıdır? Bu nədir? Deməli, qiyamət günü birincisi orta oldu ki, nədir? Bu həddə aşanlar var. Məsələn, bəziləri görürsən ki, hər bir şeyin haqqını vermək lazımdır. Və bu haqqı nədir? Həddə aşmaq olmaz və orta bir yol tutmalıdır. Məsələn, Yahudilər dedilər ki, İsa zinadan doğulub. Yəni, Peyğəmbərə. Və Nasranilər nə edilər? Dedilər, yox, onu ucatdılar, dedilər, yox, Allahın oğludur. Bu cür olmaz. Yəni, o, ancaq nədir? Biz orta ümməti deyirik ki, İsa Allahın kəlamıdır, əleyhissalam. Və insanlar elə bilir ki, hər insan yaradılışı mütləq kişi ilə qadının yaxınlaşmasından sonra olmalıdır. Bəs Adəm əleyhissalam Allah Teala torpaqdan yaratdı. Və İsa əleyhissalam atasızdır. Bu atasız o demək deyil ki, Məryəm əleyhissalam zinadan doğdu, dünyaya gətirdi onu. Yox, Allahın əmrinlə, Allah Teala bir şey ol deyəsə o da olar. Və onlar nə edilər? Həddə açdılar. Dedilər ki, zinadan doğulub. Və Nasranilər nə dedilər? O
həddindən artıq şişirdilər. Dedilər ki, nədir, Allahın oldu. Bəzən də deyirlər ki, elə özüdür. La ilahə illallah. Amma əhl-i sünnə, yəni bizim ümmət deyir ki, Allahın peyğəmbəridir və Allahın kəlamıdır və Allah təala onu nədir, yaradıb və öz yerində nədir, qoyur. Ona görə də bu ümmətin nədir, fəziləti oldu ki, orta ümmətdir. Sonra nə deyir? Və Allah təala bu ümməti başqalarına şahid elədi. Necə şahid elədi? Deməli, qiyamət günü Peyğəmbərlər gələcək, onunla bir nəfər, bir neçə nəfər və yaxud da çox adam olacaq. Və onun ümmətindən iman gətirməyənlər də olacaq və Allah Subhanahu taala soruşacaq ki, sən risaləni çatdırdın mı? Yəni, Peyğəmbərin əmr olunur da Allah tərəfindən vəhiy. Bir bəli çatdırdım. Amma ümmətindən olanlar deyəcəklər, yox, çatdırmayın. Və Allah Taala deyəcək ki, bəs sənin şahidlərin kimdir? Yəni sən deyirsən çatdırmışam. Deyir Muhammedin ümməti. Allahu Ekber. Bu ümmətin fəzilətinə bax. Və onlar soruşub, deyir bəli. Bəs siz deyir bu hardan bilirdik ki, bizim peyğəmbərimiz nədir? Bizə demişdi. Və bilirsiniz ki, onlar bizim peyğəmbərimizə inanmasa da, kitabımıza inanmasa da, ancaq biz bilirik ki, bilirsiniz ki, bizim imanın 6 şərti var. Onlardan birisi nədir? Allaha iman, mələklərinə iman, kitablarına iman və peyğəmbərlərinə iman. Həqiqətən də Allah Taala peyğəmbərləri göndərib, kitabları göndərib və onlar xəyanət eləməyiblər, risaləni çatdırıblar. Və biz bu dünyada qəbul edirik, deyirik və biz onu görməmişik. Ancaq Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə nə edib, çatdırıb və biz onu nədir, qəbul edirik. Və o dünyada, yəni o hesab günündə şahid olacaqdır. Təsəvvür edin. Amma bir qism də var ki, kim lənət və tənə eləyirsə, onların şəhadət elə bilməyəcəklər. Onların şahidliyi qəbul deyil. Tənə eləyən nədir? İnsanların əybini açır, insanların qeybətini eləyir, lənət oxuyan nədir? Onları elə bil ki, şər eləyir. Yəni ki, lənət eləyir və onu nə eləyir? Pis sözlərlə təhqir eləyir. Və bu nədir? Şahidlik eləyə bilməz. Ona görə də mömin nətər olmalıdır. Yəni tənə deyəndə burada bir şey var. Amma onu tam əksi gedir. Məsələn, əlbəttə ki, Quranda özünüz görürsünüz, Allah Taala Allaha asi olanlara və Allah Taala iman gətirməyən, məsələn, Firavun bəyan elədi onun və onun yolunu bəyan elədi. Yəni, bidət, küfr əhli və sünnələ Peyğəmbər sallallahu əleyhi və səlləm özü bəyan etdi, dedi. Və bu günləri bəyan olunan adamlar var ki, onlar insanları zəlalətə, küfrə, şərə, müzaharat, nümayişə, nə bilim, dövlət əleyhinə, hakim əleyhinə çağırır cəmaatı. Və bunları bəyan eləyəndə olursan qeybətçil, amma bütün günü qeybət eləyəsən, onda olursan qeybət olamayan. Yəni, bu əksinə gedir hər şeyindir. Və ona görə də düzgün olmaq lazımdır, ədalətli olmaq lazımdır, insaflı olmaq lazımdır. Və o da əlbəttə ki, onları da yalan danışmaq olmaz. Haqqında, həddindən artıq, hətta kafir olsa belə onu zülm eləməməlisən. Haqqından artıq eləməməlisən. Ona görə də, yəni bu ümmətin fəzilətlərindən birisi nə idi? Başqa ümmətlərə nədir? Şahidlik eləyəcəkdir. Və həmçinin böyük bir nemətlərdən birisi odur ki, bu ümmətə Rasulullah sallallahu aleyhi və səlləmi sevmək, hansılar ki, o ümmətdəndir və onun ardıcan getmək, onun qəbul etmək və onun yolunu, onun minhəcini getmək lazımdır. Getməkdir. Laqad ja'akum rasulun min anfusikum azizun alayhi ma anittum harisun aleykum bil mu'minina raufur rahim. Allah Taala sizin özünüzdən peyğəmbər göndərdi. Və nədir? O sizə nədir? Mərhəmətli idi, şəfqətli idi. Və sizin qayğıkeş idi sizə. Yəni nə mənada qayğıkeş idi həm də. O istəmirdi ki, nədir? Sən zəlalətə düşəsən, məsələn haramlara düşəsən. Məsələn gəldi, biri dedi ki, ya Rasulullah, mən zina eləmək istəyirəm. Dedi, sən razı olar mısın? Kimsə sən ananla eləsin, bacınla eləsin, xalanla eləsin, deyir, yox. Yəni həris idi ki, həm zinaya düşməsin, həm o çirkin iş yayılmasın. Kim istəyər bunu? Və Rasulullah sallallahu hər bir şeydə və sən təsəvvür elə ki, sən onu çox sevməlisən. Bizə bütün bu sevgini, bu ailəyə olan məhəbbət, ən birinci əlbəttə ki, Allah Taala bizə o tanıtdı. O bizə nədir? Bu iman gətirməyə səbəb oldu. Yəni Allah Taala onu göndərdi və o bu yola dəvət etmək üçün nə qədər əziyyət çəkib. Rasulullah sallallahu aleyhi və səlləm. Və
La yu'minu ahadukum hatta akuna ahabba ilayhi min validihi ve veledihi ve nasi ecmaîn. Deyir, o kəs iman sahibi olmaz ki, hatta mən onun üçün valideynlərindən, övladından və bütün insanlar hamısından ona sevimli olmayım. Və Ömər radiyallahu anh dedi ki, ya Resulullah, sən mənə hər şeydən əzizsən, sevimlisən, təkcə canımdan başqa, özümdən başqa. Dedi, yox ya Ömər, mən sənə canımdan da sevimli olmam. Dedi, bəli ya Resulullah, sən mənə canımdan da əzizsən. Dedi ki, əl-ən Ömər. Yəni indi, tam imanın nə oldu? Kamil oldu. Və ona görə nədir? Allah Teala bizə əmr edib ki, onu sevmək, ona iman gətirmək və sən gör kimdir? Resulullah sallallahu əleyhi və səlləm. Və Resulullah sallallahu əleyhi və səlləm odur ki, o sənə atanı, ananı sevmək, ona hörmət eləmək, belə deməmək. Yəni Allah Teala ona əmr etdi və o bizə bu gözəl əxlaqı, gözəl qonşuyla müamiləni və bütün hər şeyi o öyrətdi bizə. Və Resulullah sallallahu əleyhi və səlləm bir gün bu ayəti işləndə ağladı. Rabbi innehunne adlalne kesiran minen nasi femen tabi'ani fe innehu minni ve men asani fe inneke gafurur rahim. İbrahim aleyhisselam deyəndə ki, ya Rabbi, bunlar çoxlu insanları zəlalətə uğratdılar, yoldan azdırdılar. Kim mənim ardımca gələrsə o mənimlədir. Kim asi olarsa, yəni bu yoldan uzaqlaşarsa, sən mərhəmətlisən və rəhimlisən, bağışlayansan. Rədd dua eləmədi. Və bilirsiniz ki, Resulullah sallallahu aleyhi ve sellem başladı ağlamağa. Bu ayəti oxuyanda ağlamağa başladı. Ne üçün ağlayır? Ümmətin istəyir. Subhanallah. O bilir ki, məsələn, qiblə məsələsində bilirsiniz. Resulullah sallallahu aleyhi ve sellem göğe baxırdı. Və bir ildən çox Aqsaya tərəf, Məscid-i Aqsaya tərəf, Qudüsə tərəf neynədir? Qiblə tərəf orada idi. O birinci qiblə müsəlmanların qibləsi bilirsiniz. İndi Fələstindədir Aqsa. Və ora tərəf namaz qıldı və istəyirdi ki, İbrahim əleyhissalamın qibləsi tərəfə, yəni Məkkəyə tərəf çevrilsin. İndi o Petrazad deyirlər, yəni şərf, tarixdir, bunlar uzaqlaşan insanlardır. Çünki insanlar cahildir, insanlar avamdır, bilmirlər, kim nə dedi, inanırlar. Və o tarix var burada və Allah Teala göyə baxırdı ki, bilir ki, göydən vəhiy gəlməlidir. Allah Teala nə deyir? Deyir, biz bilirik, sən nə istəyirsən də. Sənin razı qaldığın qibləyə tərəf neyəcək? Çevirəcək. Və Resulullah sallallahu aleyhi ve sellem bir şey ki, rəğbət eləyirdi və Allah Teala da onun üçün verirdi. Və neynədi? Ağladı. Yəni, İbrahim aleyhissalam da özünün ardıcan gedənləri, dedi, yəni bu yola icabət eləyənləri, dedi, onlar mənim ümmətim, mənimdir. Allah kimlər ki, asi oldu, bəd dua eləmədi. Dedi ki, səndir, rəhm eləyənsə. Və həmçində Resulullah sallallahu aleyhi ve sellem və ağlayanda Allah Teala Cəbreyl aleyhissalama dedi ki, soruş, nə üçün ağlayır? Və Allah Teala bilir hər şeyi. Və Cəbreyl aleyhissalam soruşanda Resulullah sallallahu aleyhi ve sellem nə dedi? Dedi, ümmətimi istəyirəm. Və Allah Teala neynədir? Onun ümmətinədir. Sən kədərlənməyəcəksən. Yəni ki, razı oldu, onu istəyəni. Sən onun ümmətisən. Gör sənin üçün nə bir istəyir. Və sənin məhəbbətin ona nə cür olmalıdır və sən onun yolunu nə cür getməlisən. Və bunlar insanlar, bəzi insanlar yəni dünya həyatı aladır, belə bilir, burada yaşayacaq əbədi, heç ölüm də çıxır yadından və hələ bilir ki, mal dövlət yığman onu xilas edəcək. Var idi insanlar və biz şahidi olduq. Və onun yığdığı o milyardlar, trilyardlar heç bir fayda vermədi ona. Heç bir. Dedilər, səni xilas eləmək üçün koronadan. Nəyin ki, sən o milyardlar bu, üstəlik də ondan da 100 qat artığını da versə, mümkün deyil xilas eləmək. Hamısı boş şeydir. Sadəcə insan o vaxt başa düşür, onda gec olur. Ona görə sən, ey müsəlman, vaxtında başa düşməlisən bunları, vaxtında faydalanmalısan. Və ona görə də həmçini Resulullah sallallahu aleyhi və səlləmin hovuzunu bilirsiniz. Onun hovuzu var, Resulullah sallallahu aleyhi və səlləmin hovuzu eni bir ay uzunluğundadır, yəni bir ay getmək və uzunu həmçini, eni həmçini bir ay və ora, yəni onun suyundan içən bir daha susuzlamayacaqdır. Və onun oradakı istəkanların miqdarı göydəki ulduzlar qədərdir. Və bir dəstə olacaq ki, onları oradan uzaqlaşdıracaqlar. Resulullah sallallahu aleyhi və səlləm deyəcək ki, onlar mənim sahabələrimdir, yəni mənim dediyim ümmətimdəndir. Deyirlər, yox, sən bilmirsən, səndən sonra onlar neynədir? Fikir ver. O bidətçilərə aiddir. İslamı, Allahın Rəsulunun, Allahın dinini çevirənlər, yəni heç yaxşı aqibət onları gözləmir. Ona görə də sən də, ey müsəlman, yəni Allahdan qorx və Allahın sevgili Peyğəmbərinin yolunu get və nicat da.
Və həmçinin bilirsiniz ki, bu ümmətə fəzilət verin. Sırat körpüsündən elə bir insan olmayacaq ki, keçməsin. Və bu ümmət birinci keçəcək. Birinci Peyğəmbər sallallahu əleyhi və səlləm keçəcək. Sonra o ümməti keçəcək və cənnətə birinci daxil olacaq. Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki: "Nəhnul axiruna el-evveluna yevmel-qiyamə və nahnu evvelu men yedxulul cennə." Biz bu dünyada deyir axırıncılarıq. Yəni axırda gələn ümmətdir. Amma qiyamət günü birincilərdir, hesaba çəkilən, sıratdan birinci keçən, cənnətə birinci girən. Sırada dayananda səni qabağa keçsələr nə qədər yorğunluğun, nə qədər əziyyətin keçər, nə tər sevinərsən. Və həmin o gündür. Yəni sən birbaşa sən gedəcəksən, birinci. Onlar gözləyəcəklər. Və ona görə də nədir? Allah Subhanahu taalanın bu göndərdiyi bu peyğəmbərin ardıcan getmək və bu ümmətin qədrini bilmək lazımdır ki, şərəflənmək lazımdır ki, bu xeyirli ümmətdir və həmçinin Rasulullah sallallahu əleyhi və səlləmin şəfaəti var. Bilirsiniz ki, o uzun hədisdir. Rasulullah sallallahu əleyhi və səlləm uzun səcdə edəcək və Allah Taala buyuracaq ki, qalx ya Muhammed, nə istəyirsən? Və deyir ki, ümmətimi istəyirəm. Və Rasulullah sallallahu əleyhi və səlləm şəfaəti ilə çoxlu insanlar nicat tapacaqdı Allahın izni ilə. Və ona görə də sevimli qardaşlar, bu ümmətin xeyirli və fəzilətli olmasını bilməlisən birinci və onu sonra sevməlisən və onu yaşatmalısan. Və həmçinin bu ümmətin fəziləti odur ki, az əməl eləyib, çox savab qazanmaq. Və hətta bu cür olanda Yahudilər və Nasranilər qazablandılar ki, yəni onlara az savab, çox savab, az əməl. Amma bizə çox əməl, az savab. Yəni bu ümməti Allah Taala seçdi, çox şeylər verdi. Çox, məsələn, rüxsətlər deyirik də, onları verdi. İndi hamısını xatırlasa o vaxt çatmaz. Və gördüyünüz kimi, məsələn, adi 5 vaxt namaz. 5 vaxt nə? Birinci 50 vaxt yazılmışdı. 5 vaxtı görürsən çətinlik çəkirik. Gör 50 vaxt nətər olardı. Allahın Rəsulu getdi, Allahın rəhməti ilə dedi, nədir? 5 vaxt elədi, amma savabı nə qədərdir? 50 vaxtın savabı qədər. Və Allah Taala bu nemətləri bizə verdi. Və həmçinin əlbəttə ki, bu din nədir? İnsanlara dinimizi yolu yüngülləşdirir. Başqa ümmətlərdə ağır idi, çətin idi. Və Allah Taala bu ümmət üçün çox şeyi rahatlaşdırdı. Çox şeyi nədir? Asanlaşdırdı. Məsələn, deyək ki, su tapa bilmirsənsə və yaxud da soyuqdursa, xəstəsənsə təyəmmüm edə bilərsən və s. Yəni, çox rahat. Məsələn, səfərdə namazları qısalda bilərsən. Və ona görə də çox şeyləri nədir? Etmək sənin üçün asanlaşıbdır. Və bu ümmətin fəziləti çoxdur və bu ümmətin fəziləti, yəni səni şərəfli olmağı və bununla şərəflənməlisən, bilməlisən və dediyimiz kimi bu yolda sevgi ilə, imanla, inamla addımlamalısan. Və gördüyünüz kimi, budur, insanlar bunu çoxsu xəbərsizdirlər və əlbəttə ki, insan bilmədiyi şeyin düşmənidir. Və insan onu yaratdığını tanımalıdır və onu sevməlidir və onun buyurduqlarını yerinə yetirməlidir. Amma əlbəttə ki, insanlar hamısı bunu başa düşür. Hətta o gün elə bir gündür ki, mömin də peşman olur. Mömin nəyə görə peşman olur? Təsəvvür elə. Mömin bir insan, cənnətə girən bir insan da nədir? Peşman olur. Nəyə görə? Nəyə görə mən daha çox əməlləmədim. İnan ki, bir vaxt gələcək ki, sənin o bircə saatı oturub boş keçirtməyin peşman olursan ona görə ki, mən onda da nəyə görə Allahı anmadım, zikr etmədim. Nəyə görə xeyir işin. Yəni, hətta sən niyyət eləsən belə, həmin o an xeyir işin, amma bacarmasan da nəsə sənə gücün yetməsə, nədir? Sən o savabı qazanmış olursan. Allah Taala bu ümməti üzə çıxartsın, daha xeyirli etsin. Və Allah Taala tüm müsəlmanlara kömək olsun. Və Allah Taala bizi xeyir üzərində eləsin. Allah Taala tutduğumuz orucları, etdiyimiz duaları, tövbələri qəbul etsin. Və Allah Taala bizə xeyir qapıları açsın. Allah Taala bizə bərəkət qapıları açsın. Rahat, halal nemət versin. Və bizə gözəl sonluq nəsib eləsin. Və Allah Taala ölkəmizi daim əmin-aman içərisində etsin. Və onu düşmənlərdən qorusun, düşmənləri məhv eləsin. Əskərlərimizi qorusun. Bizim gecə-gündüz əmin-amanlığımızı qoruyan balalarımızı Allah qorusun, onların evladlarını qorusun. Allah Taala ölkə başçımızı qorusun, onun bütün səfərlərini xeyirli etsin, uğurlu etsin, həmişə və düşmənləri qarşısında diz çöktürsün. Allah Taala ona sağlamlıq versin, güc qüvvət versin. Allah Taala bizi xeyirli ümmətin nümayəndələri etsin.
xeyir üzərində eləsin. Allah Teala eşidən, bilən, görən, duaları qəbul eləyəndir. Subhanakallahumma bihamdik. Nəşhədu an la ilahe illa ente nestağfiruka və natubu ileyk. Allah razı olsun qardaşlar. Barakallahu fikum. Jazakumullah. Allah sabır.